Herkese salam. Yeni ildə artıq 2026-nın ilk videosunu YouTube'a yükləyirəm. Sizə söz verdiyim kimi İZ PDF-dən ilk sınaqlarımızın izahını verəcəm. Yəqin ki, bu videoda 1.1 sınağımızın izahını verərəm. Sınağı əhatə edən mövzuları ekranda görürsünüz. İndi başlayırıq buradan bir-bir sualların izahına baxmağa. Cəmi 25 sual var uşaqlar və suallar əsl imtahan səviyyəli suallardır. Yəni nə asan, nə çətin, orta səviyyəli suallardır. Sonunda ətraflı suallar da var. Ona görə də diqqətli şəkildə baxın ki, imtahanda da bu tip suallar düşəndə ətraflıları xüsusilə də necə yazmalı olduğunuzu yaxşı biləsiniz. Başlayaq birinci sualdan. Nə deyir bizə? Deyir ki, X və Y ədədlərinin ədədi ortası 17-dir. Biz bilirdik ki, həqiqi ədədlər bölməsində X, Y-in ədədi ortası deyəndə toplayıb sayına bölməliyik. Buradan alırıq ki, X, Y-in cəmi 34-dür. Daha sonra nə deyir? Deyir ki, X, Y və Z ədədlərinin ədədi ortası 15 olarsa. Yəni, burada artıq biz X, Y, Z-in üçünü toplayıb 3-ə bölməliyik, bərabərləməliyik 15-ə. Buradan da çarpaz vuraraq X, Y, Z cəmini 45 alırıq. İndi bizə nə deyir? Deyir ki, Z-i tap. Başda. Demək, burada X, Y cəmini 34 gördük. Burada isə 3-ünün cəmini 45 gördük. Nə etmək lazımdır? Onları uşaqlar tərəf-tərəfə çıxa bilərik. Və yaxud da başqa sözlə desək, bu cəmi yerinə 34 qoyanda belə bir tənniyə alırıq. Z-i də buradan 11 tapırıq. Cavab olur 11. Çox asan sual idi. Keçid alaq ikinci suala. Deyir ki, A və B natural ədədlərinin sadə vuruqlarının ayrılışı bu şəkildədir. Deyir ki, əkob ilə əbobu tap. Uşaqlar, sadə vuruqlara ayrılış şəklində verilibsə ədədlər. Onların əbob əkobunu tapmağın çox rahat bir qaydası var. Bura bir qeyd kimi yazıram. Siz də not alın, əgər kim bilmirsə. Demək, və yaxud da kimsə unudubsa. Əkobu tapanda uşaqlar nə edəcəksiniz? Qüvvətləri böyük olanları götürəcəksiniz. Qısaca yazıram. Qüvvəti böyük olanları götürəcəyik. Amma əbob tapmaq istəyəndə ortaq olan və təbii ki, qüvvəti kiçik olanı götürəcəyik. İndi nə demək istədiyim tam aydın olmaya bilər, amma tətbiq edəndə başa düşəcəksiniz. İndi başlayaq bu dediyimi tətbiq eləmək. Baxın, bizdə A və B ədədlərinin sadə vuruqlar ayrılışı verilib. Soruşur bizdən əkobla əbobun nisbətini. İndi uşaqlar, soruşulan şey budur. Deyir, əkob AB ilə əbob AB-nin nisbətini tapaq. Necə tapırıq? Baxın, əkobdur da sürətdə, düzdür. Əkob tapanda qaydamıza görə qüvvəti böyük olanı seçməliyik, düzdür. Hər ikisində olub olmaması, yəni ortaq olması məcbur deyil. Ola da bilər, olmaya da bilər. Bir dənə birində varsa belə sən onu götürəcəksən. Məsələn, baxın 2-yə. 2 hər ikisində var. Qüvvəti böyük olan hansıdır? 2 üstü 4-dür, düzdür. Ona görə 2 üstü 4-ü götürürəm. Daha sonra keçirik 3-ə. Baxın, 3 burada da var, burada da var. İkisində də eynidir. Onda elə 3 üstü 5 götürürəm. Eynidir də onsuz. Keçək 7-yə. Baxın, 7 hər ikisində var. Hansı böyükdür? 7 üstü 3. Onu da götürdüm. Bir də uşaqlar gözdən qaçmasın. Burada 5 də var. 5 birində var. Məsələn, A-da 5 görmürük, düzdür, yoxdur. Amma birində olsa da biz onu götürəcəyik. Yəni, ona görə bura 5 də götürürüm. Çünki fikir verim, əkobun qarşısında mən ortaq sözü yazmamışam. Ortaq sadəcə əbobdadır. Keçək məxrəci, yəni əbobu tapmağa. Yenə başlayırıq. 2 üstü 4, 2 üstü 3. Bizdə sadəcə ortaqlar lazım idi və kiçik ortaqları götürürdük. Yəni 2 üstü 3-ü götürəcəm. Daha sonra 3-lərə baxaq. 3-lərə baxaq. 3 üstü 5, bir də 3 üstü 5. Yenə də eyni şeydir. Nə gözəl. Sonra zaten 5 ortaq deyil deyə tulluyuram. 7 üstü 2 və 7 üstü 3 kiçik olar. 7 üstü 2-dir. İndi başlayırıq ixtisar proseslərini. 3 üstü 5-lər təməlli gedir. Burada 3-ün 2 üstü 3-lər gedərsə 2 qalar. Burada 7-lər gedərsə bir dənə 7 qalar və 5 qalar. Cavab olar 70. Yəni B variantı. Davam eləyək 3-cü sualdan. Bizə deyilir ki, 3 gün ərzində 360 ədəd kitab satılıb. Diaqrama əsasən birinci gün neçə kitab satılıb? Uşaqlar, bu sualda mən müşahidə elədim ki, bəzi şagirdlər dərəcə ilə götürüblər. Dərəcələr nə zaman götürürsünüz? Əgər sizə dərəcə verilərsə, misal üçün burada 30% yerinə tutaq ki, 30 dərəcə versiydi. Onda bəli, sən çevrəni təməlli bütöv bilirsən ki, bütöv çeviri 360 dərəcədə ondan uyğunlaşdırmaq olar. Uşaqlar çünki bəziləri götürür, bu 70-dir bunların cəmi, 360-dan çıxıb buraya yazıblar, olmaz elə. Çünki burada faizlərlə yazırsın. Yəni bütöv
tamamı 100%'dir. 70 əgər onların ikisidirsə, bura qalır 30, düzdür? Yəni 30%. İndi nə deyir bizə? Diaqrama əsasən birinci gün istəyir. Yəni 30% istəyir bizdən. Mən bilirəm ki, 3 gün ərzində əgər 360 kitab satılıbsa, demək bunun 100%-i 3 gün ərzində, 3-cü gün demir ha, 3 gündür, yəni 3-ü bütöv 100% olduğu üçün qabağına qoyuram. 360 kitab, məndən də birinci günü istəyir. Birinci gün neçə faiz düşdü? Birinci gün 30% düşdü. 30%-i də qoyursan x. Düzdürmü, tərsdimi deyə düşünməyə ehtiyac yoxdur. Nə qədər faiz çoxdursa, o qədər çox kitab düşür təbii ki. Ona görə də düz mütənasibdir, çarpaz şəkildə vurursunuz. Olur 30 vur 360 böl 100. 100-ün 2 sıfır ilə bunlar gedərsə, cavab olar 108. C variantı. Baxaq 4-cü suala. A və B-nin nisbətini bizə verib sağ olsun. Daha sonra deyir ki, əgər əkobu ilə bobun fərqi 42 olarsa. Demək olar, biz buradan bilirik ki, nə etmək lazımdır? A-nı 3K götürmək, B-ni də 5K götürmək lazımdır. Tamam. O zaman verilən məlumatın yerinə yazıram. Yazıram ki, birinci əkob gəlir. Əkob A-B-nin yerinə yazıram uşaqlar 3K, 5K. Deyək ki, ətraflıda düşdü. Yenə də bu şəkildə yazacaqsın. Ona görə detallı ətraflı yazıram. Tələsmədən. Yenə də burada da eyni şəkildə 3K, 5K-nı yazırıq. Bərabərlik 42. Burada tənni alınacaq sonunda uşaqlar. Demək, baxırıq nəyə? K hər ikisində var, düzdür. K çıxdı qabağa. Çünki ortaqdır. İçəridə qalır əkob 3, 5. Çıx. Yenə burada da K ortaqda çıxdı qabağa. Olacaq. Əbob 3, 5 bərabər 42. Baxırıq nəyə? K vurulsun bu. İndi sən bilirsən ki, yəqin ki bilirsən. 3 ilə 5 qarşılıqlı sadədir də. Onların əkobu nə olmalıdır? Onların hasili, yəni 15. Onda yazıram K vur 15. Çıx. K vur. Bəs əbobu nədir qarşılıqlı sadələrin? 1-dir. İndi bunu hesablayırıq. 15K-dan 1K çıxanda 14K olur. 14K əgər 42-dirsə, K-ya da yəqin 3 düşür. Nə istəyir məndən? AB cəmini istəyir. Uşaqlar, AB cəmi nədir? A 3K idi, B də 5K idi. Bunların cəmi 8K-dır da. K-nı da 3 tapdığıma görə 8 3-ə vururam. Cavab olur 24. D variantı. Daha sonra baxaq, demək 5-ci suala. Maraqlı sualdır yenə də. Çox görülən suallardandır. Nə verib bizə? Deyir ki, x sıx 7 ilə y üstəgəl 3-ün hasili 13 imiş. Deyir, tənlinin natural həlləri üçün x, y hasini tapın. Uşaqlar, bu suallar çox rahat olur. Sistemlə həll edirsiniz. Necə? Sən bilməlisən ki, 13 zaten 1 və 13-ün hasilidir. Ona görə də bu mötərizələrdən birini 1-ə bərabər edirsən, digərini isə 13-ə bərabər edirsən. Və buradan x-i rahat şəkildə tapırsın. Aydın məsələdir ki, x-nə alınacaq burada 8 olacaq, y isə olacaq 10. Onların hasildə olacaq təbii ki 80. Yeri gəlmişkən uşaqlar bəzən soruşurlar ki, niyə bu mötərizəni 1, bu mötərizəni 13 götürdük? Bəs tərsini eləyə bilərdikmi? Bunu 13, bunu 1 eləyə bilərdikmi? Eləyə bilməzdik. Ona görə ki, burada sən bilirsən ki, y plus 3 əgər 1-dirsə, gərək ki, y mənfi 2 olsun. Bu da əlbəttə ki, natural deyil. Çünki sənə deyir, natural həlləri üçün, tamam mı? Əgər tam ədəd desəydi, mən razıyam. Tam həllər üçün desəydi, orada 2 hal artıq yaranacaqdı. Hər iki halı yoxlama olacaqdı. Gələk nəyə? 6-cı suala. Uşaqlar, 6-cı sualla bağlı qaydamız vardı. Bu qaydanı mən sizə deməkdən dilimdə tük bitib ümidvaram ki, xatırlayırıq. Deyirdik ki, 2 dənə modulun cəmi ya da 3 dənə 5 dənə də olar, fərq yoxdur. 0 olarsa ya da 2 dənə nəyinsə, deyək ki, x-in nəsə vardı içəridə. Cüt dərəcə qüvvətlərinin cəmi 0 olarsa və yaxud da nələrinsə cüt dərəcədən kökünün altı cəmi 0 olarsa, indi mən 2 dənə toplanan yazıram, dediyim kimi daha çox da ola bilər. Bu 3 dənə də bizim yeganə şərtimiz vardı. Deyirdik ki, həm birinci, həm də ikinci mötərizənin, modulun üçün nədirsə də artıq hansıdırsa 0-a bərabər eləyirsən. Bax, biri moduldur, biri kökdür. Kövrəlmək lazım deyil. Biz də deyirik ki, ola bilər ikisi də modul olsun, ya da biri modul, biri mötərizə ola bilər, nə bilim, biri mötərizə, biri kök ola bilər, biri modul, biri kök ola bilər. Yəni, hər şey ola bilər uşaqlar. Bu, önəmli olan üçünün də görəndə tanımaqdır. Bizdə də biri modul, biri kök verir və kökün dərəcəsi cütdür də. Əlim tez-tez sürüşür. Demək, burada cüt dərəcənin 4-ü görürük. Ona görə deyirik ki, bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Və uşaqlar, sabah burada 4 yerinə, hətta ki, 2026 görə bilərsiniz. Yəni, eyni şeydir. İndi başlayırıq nə edirik? Mən həm 3x çıx 15-i 0-a bərabərləməliyəm. Buradan 3x 15-dirsə, x-i 5 taparıq. Digər tərəfdən
Kökün altında olan 2y üstə gəl, x üstə gəl 11'i də 0 eləyirik. Hə, burada artıq x'i 5 olduğunu bildiyim üçün gətirib burada yerinə qoyuram. 2y üstə gəl 5 üstə gəl 11 bərabər 0. 2y üstə gəl 16 bərabər 0. 2y mənfi 16-dırsa, y olur mənfi 8. Hə, hər ikisini tapdıq da. Məndən x, y hasilini istirdi. Yəni 5 ilə mənfi 8-in hasili olacaq mənfi 40. Maraqlı sual idi. Hazır qaydalardan istifadə edirik. Hələ ki əzbər zorlandığımız bir şey yoxdur. Davam eləyək 7-yə. Deyir ki, dərzi parçanın əvvəlcə 30%-ni, sonra qalan parçanın 50%-ni kəsdi. Lap yaxşı. Bizim parçamızın bütöv uzunluğu 100%-dir. Əgər 30%-ni kəsibsə, nə qədər qalıb? 70%-i qalıb. Deyir ki, sonra qalan parçanın 50%-ni kəsdi. Qalanın, yəni 70%-ni, bir də 50%-ni kəsib uşaqlar. Yəni 70%-in 50%-i, yəni bilirik ki, 35%-dir. Ona görə növbəti aşamada 35% bir şey kəsib. Birinci 30% kəsmişdi, sonra kəsdiyi oldu 35. Mənə də deyir ki, parçanın hansı hissəsi kəsilməmiş qaldı. Nə edirəm? Götürürəm, kəsilənləri toplayıram. 30 ilə 35 toplayıram, eləyir 65 və ümumidən çıxıram ki, görüm nə qədər kəsilməmiş qalıb. Olur 35. Yəni kəsilməmiş hissə olur %35. 35% də ola bilər. İndi bizdən hissə ilə soruşur, faizlə soruşmur. Ona görə bunu ixtisar eləyirik 5-ə. Olur cavab 20-də 7. Su kimi sualdır. Sonra baxaq 8-ə. Deyir ki, 11-dən böyük, 28-dən kiçik olan 3-ə qalıqsız bölünən natural ədədlər çoxluğunu tapmış. Variantlar verilibsə özünüzü zorlamaya ehtiyac yoxdur. Bax, deyir ki, 11-dən böyük olsun, düzdür. Variantlarda 11-dən kiçik varsa tullayacaqsın. Sonra deyir ki, 28-dən kiçik olan, 28-dən böyük olan nəsə varsa tullayacaqsın. Sonra deyir 3-ə qalıqsız bölünən, düzdür. 3-ə qalıqsız bölünməyən nəsə varsa tullayırsan. Məsələn, 3-ə qalıqsız bölünməyən 14 görürəm burada. Burada 20 görürəm. Burada 26 görürəm. 3-ə bölünməyən nələrsə var. Sonra nə var? 25 var burada. Ona görə cavab olur Y variantı. Ən rahat uşaqlar variantlarla işləməkdir. Sonra baxaq 9-cu suala. 9-da nə deyir bizə? Deyir ki, ifadəsini sadələşdir. Uşaqlar, modul görəndə kövrəlmək lazım deyil. Çünki biz həqiqətlərdə keçmişdik ki, ümumiyyətcə, gəlin bir balaca xatırlatma eləyim sizə. Deyirdik ki, riyaziyyatda istifadə olunan həqiqətlər iki böyük qola ayrılırdı. Həqiqətləri real sözünün baş hərfi olaraq R-ilə işarə edirdik. İki yerə ayrılırdı. Nəyə ayrılırdı? Rasional və irrasional. Rasional Q ilə işarə edirdik. İrrasional I ilə işarə edirdik. Ümidvarım unutmamışıq. İrrasionalla bağlı deyirdik ki, uşaqlar, irrasionallar kökdən çıxmayanlardır. Y tipidir. Bunlar idi də. Y-nin təxmini qiyməti 2,71 idi. P-nin də təxmini qiyməti 3,14 idi. İndi burada modullarda da bundan istifadə edəcəyik. Başlayaq. Nə edirəm? Birinci deyir ki, Y-dən 3 çıx. Y əgər 2 tam 71-dirsə təxmini, oradan 3 çıxanda təbii ki, sən mənfi bir şey alacaqsın, düzdür? Ona görə bunun üstünə koca bir mənfi yazıram. Yaxşı, bəs 3-dən pi çıxsam, yəni 3-dən 3 tam nə qədərsə çıxsam, müsbət mi alaram, mənfi mi alaram? Təbii ki, 2-dən böyük çıxmışam deyə mənfi alaram. İndi, məsələ nədən ibarət uşaqlar? Modulun içi mənfidirsə, olduğunun əksinə çıxır. Yəni, nədirsə burada gördüyün onun əksi çıxacaq çölə. Sən Y çıx 3 görürsən, amma mən 3 çıx Y çıxıram oradan. Çıx. Sonra digər modula baxaq. 3 çıx pi deyil, mən orada pi çıx 3 yazıram. Amma sondakına heç bir toxunuş eləmirik, çünki o modulda deyil. Baxaq görək nə olur. 3 çıx Y, burada mötərizəni açmaq lazımdır. Çıx pi, üstə gəl 3, üstə gəl Y, üstə gəl pi. Görək kimlər gedir, kimlər qalır. Pi'lər getdi, Y'lər də getdi. Nə gözəl, 3 üstə gəl 3, cavab olur 6. Sadə sual. Sonra baxırıq 10-cu suala. İştiraklanmış hissəni soruşur bizdən. Əslində baxanda nə görmək olur? Görmək olur ki, burada məsələn bu iştiraklanan hissə A ilə B-nin kəsişməsidir. Bu iştiraklanan hissə də A ilə S-nin kəsişməsidir. Və bunların ikisi də şəkildə yer aldığına görə demək ikisini birləşdiriblərdi. Ona görə cavab olur Y variantı. Misal üçün deyək ki, variantlar bəzən yoxlayaq. A variantı. A variantında deyir ki, A, B, S-nin üçünü də birləşdirir. Üçünü də birləşdirmək bilirsiniz nədir? Bütün hamısını, həm bunların yarımlarını, həm də A-nı bütöv şəkildə rəyləməyi deməkdir üçün birləşdirmək. Təbii ki, bu deyil. B variantında deyir ki, A ilə S-ni birləşdir. Sən də deyirsən ki, yaxşı, A ilə S-ni birləşdirmək nə deməkdir? Bütöv A-nı rəyləyirsən, bir də bütöv S-ni rəyləyirsən.
Sonra oradan deyir ki, B-ni kəsişdir. B-lə ortaq olanı. Sən də bilirsən ki, B budur da, düzdür? İndi bunların ortağı nə oldu? Bax, fikir ver, ortaq hissə nə oldu tam olaraq? Yəni göy ilə qırmızının kəsişdiyi hissə hara oldu? Bu dilim oldu da. Əgər səhər şəkildə sadəcə qərar elədiyin yer verilsə, onda B variantını götürə bilərdik. Sonra nə deyir? Məsələn, deyir ki, S-yə baxaq. Deyir, A ilə S-ni kəsişdir. A ilə S-nin kəsişməsi nədir? Budur da. Sonra deyir ki, B ilə də kəsişdir. Yəni sən bilirsən ki, B hardadır gör. B çox uzaqdadır. Yəni B ilə onsuz da həmin çoxluğun heç bir kəsişməsi yoxdur. Yəni bunun cavabı boşdur. Ona görə də C variantı da olmur. D variantında deyir ki, A ilə S-nin fərqi. Yəni A-da olsun, B-də olmasın. Bu deməkdir. A-da olsun, B-də olmasın. A-da olsun, B-də olmasın təxmini. Bax, belə bir şeydir. Aha. Deyir ki, B ilə kəsişdir. Üzr istəmişəm. A-da olsun, C-də olmasın. Mən səhv iştiraklədim. Biabırçılıq. Yəni bu. Baxın bu. Bundan söhbət gedir. İndi deyir ki, bu B ilə kəsişdir. B ilə kəsişmə nə deməkdir? B özü normalda bu deyilmi? Qırmızı ilə göy harada kəsişdi? Təbii ki, bax burada kəsişdi. Bayaqki şəkildəki kimi. Ona görə də yəni burada da düzgün cavab çıxmır. Cavab olur Y variantı. Diğer variantları əlavə olaraq göstərdim. Sonra bizdə nə var? Deyir ki, 5-də 3 və 2-də 1 hissələrinin cəmi 77 olan ədədin nəyini tap? İndi sən bilirsən ki, həmin ədədi tanımıramsa, o ədəd olsun bizdə tutaq ki, x. 5-də 3 hissəsi və 2-də 1 hissəsinin cəmi 77-ymiş. Gəlin bunları toplayaq. Orta məxrəc 10-dur. Bunu 2-yə, bunu 5-ə vurmalıyam. Olacaq 6 üstə gəl 5x bərabər 77. Yəni 10-da 11x bərabər 77. Hər tərəf 11-ə bölsəm, burada 7 qalar, x də olar, 7 vurun, yəni 70. Mənə deyir ki, ədədin, yəni 70-in 7-də 2 hissəsini tap. Buna görə 70-i 7-də 2-yə vurarıq. İxtisar gedər. Cavab olar 20. A variant. Davam eləyək 12-ci suala. Deyir ki, A ən kiçik sadə ədəd olarsa, ən kiçik sadə ədəd hansıdır? Ümumiyyətlə sadə mürəkkəb ədədlər uşaqlar natural ədədlərə aid bir şeydir. Yəni mənfilərə falan düşünmürük. Biz də demişdik ki, başlanğıcda 1 nə sadədir, nə mürəkkəbdir, düzdür? Onda ən kiçik ədədimiz kim olmuş olur? Sadə olaraq ən kiçik sadə ədəd kim olur? 2 olur. Yəni biz burada A-nı 2 götürürük. Və qeyd olaraq onu da xatırladım ki, 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. İndi deyir ki, bu ifadəsinin düzgün kəsr olması üçün A-nı yerinə 2 qoysaq nə olacaq? 2 böl 5 çıxın. Düzgün kəsr nə deməkdir? Bəs düzgün kəsrdə sürət məxrəcdən kiçik olmaq zorundadır. Yəni ki, 2, elə qoy burada yazaq, 2 kiçik olmalıdır 5 çıx M-dən. Düzgün olmayan kəsr desəydi 2 böyük bərabərdir yazardıq. İndi buradan bərabərsizliyi həll edirik uşaqlar. Necə həll edirik? Əgər bizim məxrəcimiz nə dedik? Dedik ki, məxrəcimiz böyük olmalıdır da sürətdən. O zaman mənfi M böyükdür. 2-dən 5 çıxırıq mənfi 3 eləyir. M kiçik olar 3-dən. Yəni A variantıdır. Baxaq daha sonra 13-cü suala. 3 ardıcıl natural ədədin. Biz nə demişdik? Bu qaydalar çox vacibdir. Ani bir diqqətsizlik səhv cavaba səbəb ola bilər. Bir var idi. Misal üçün ardıcıl tək. Sonra var idi ardıcıl cüt. Bir də var idi elə ardıcıl. Təkcə ardıcıl. Yəni heç nə olmayan. İnşallah əgər ardıcıl tək desə biz onda nə edirdik? Götürürdük 2n plus 1-dən başlayırdıq. 2n plus 1, 2n plus 3, 2n plus 5 bu şəkildə davam edirdik. Ardıcıl cüt desə 2n-dən başlayırıq. Növbəti olur 2n üstə gəl 2. Növbəti olur 2n üstə gəl 4. Bu şəkildə davam edirik. Amma ardıcıl deyəndə 2n-lərə ehtiyac yoxdur. Yəni sadəcə n-dən başda hər dəfə 1 vayda artırarsa get. Hər dəfə 1 vayda artırarsa get. Diqqətli ol. İndi məndə də təkcə söz eləmirsə, 3 dənə ardıcıl natural ədəddirsə, demək n, n plus 1, n plus 2-dən söhbət gedir. Bunların cəmi nəyə bərabər imiş? Ən kiçik 3 rəqəmli natural ədədin 5-də 2 hissəsinə bərabərmiş. Ən kiçik 3 rəqəmli natural ədəd yəqin ki 100 olar. Ən kiçik 3 rəqəmli natural ədəd. 100-ün 5-də 3 hissəsini tapırıq. İxtisarlardan sonra 20-ni 3-ə vurub cavab 60 alınır. İndi bu 60 3 ardıcıl natural ədədin cəmidir.
Bu tənliyi həll edirik. 3n üstə gəlir 3 bərabər 60. 3n əgər demək 57-dirsə, n nə qalacaq? 19 qalacaq. İndi bir məsələ var. N 19 tapdıq. Bizə deyir ki, bu ədədlərin ən böyüyü ilə ən kiçiyinin hasilini tapın. Demək, nə etməliyik? Ən böyüyü n plus 2-dir. Yəni ki, 19 üstə gəlir ki, 21. Ən kiçiyi isə elə n-in özüdür. Yəni 19-dur. Bunların hasilini tapacaq. Cavab da olacaq 399. Yəni 19 ilə 21-in hasili. Daha sonra 14-cü suala baxaq. Hər kəsin sevdiyi sual tiplərinədir deyə düşünürəm. Amma uşaqların səhv eləmə ehtimalları da çox olur. Diqqətlə oxumurlar. Deyir ki, kəsiri n-in neçə natural qiymətində natural ədəd olar. Demək, nə edirəm? Sürətdə diqqətlə fikir versəz, iki mötərizənin çox ədədin bir-birinə vurulmasıdır. Vurub açaq. N kvadrat, üstə gəl 3n, üstə gəl. Demək, 5n, bir də sonda 15. Birbaşa belə yazıram da uşaqlar, hər halda aydın olacaq. Böl n. İndi burada məsələn nədir? Sən bir dənə kəsiri 3 kəsirin cəmi şəklində göstərməlisin. Yəni n kvadratı bölün, 8n bölün, 15 bölün. İndi n kvadrat nə böləndə n eləyir, bu biri 8 eləyir, bu biri də elə olduğu kimi qalır. Burada bir məsələ var ki, n özündə naturaldır. Bir də bu da natural olmalıdır. Zaten bu natural, bu natural. Üçüncü toplamımız da natural olsa işlər tamam. Demək, nə olmalıdır? Sonuncu bu toplananımız nə olmalıdır? Natural. Bunun natural olması üçün n gərək 15-ə qalıqsız şəkildə bölünsün. Yəni n 15-in bölənlərindən olmalıdır. 1 ola bilər, 3 ola bilər, 5 ola bilər və 15 ola bilər. Düzdür? 15-in bölənləri bunlardır. Oldu, bitdi, getdi. Yəni 4 dənə qiymət. Natural qiymət dediyinə görə olur 4 dənə. Əgər tam olsaydı, onda təbii ki, bunların əksini də götürə bilərdik. 15-ci sual deyir ki, nə deyir? AC DF paralel imiş və bura bunlar verib bizə. Deyir ki, BF bucağını tapın. Yəni ki, buranı istəyir bizdən. Başlayaq uşaqlar. Demək, nəsil məsələ nədən ibarətdir? Sizə verilən 3x çıx 70 ilə x plus 70 bir-biri ilə necə bucaqlardır? Daxili çarpaz və daxil çarpaz bucaqlar bir-birinə bərabər olmalıdır. Ona görə 3x çıx 70-i bərabər eləyirəm x plus 70-ə. Buradan 3x çıx x bərabər 70 plus 70 alınır. Tənliyi həll edirik. 2x əgər 140-dırsa, x-ə düşür 70. İndi yaxşı, x 70-dirsə, məndən soruşulan şey nədir? Diqqətli olaq. Mən buranı tapım. Yəni 140 eləyir də, bura 140. Yazıram 140. X-in yerinə 70 qoyub tapırıq. Məndən istənilən bu bucaq heç həmin 140-ın qonşusu olduğuna görə məndən soruşulan yer olacaq 40 dərəcə. Yəni son olaraq nə edim? 180-dən 140-ı çıxdım, aldım 40 dərəcə. Çünki məndən qonşusu istənilir. Cavab olur 40 dərəcə. 16-cı suala baxaq. Nə deyir 16-da? Deyir ki, A və B ədədlərinin hasilinin standart şəklindəki tərtibini tap. Götürüb A-nı B-yə vurası olsam, uşaqlar, onların bu qabaqdakılarını vurmalıyam birinci, yəni qiymətli hissələrini. Onda olur 3, 5-im 15. Bir də 10 üstü 3 ilə 10 üstü 12-in bir-birinə vuraram. 10 üstü 15 eləyər. Tərtiblər, qüvvətlərini topladım. Deyir, ədədlərinin hasilinin standart şəklindəki tərtib. Bax, uşaqlar, bu standart deyil hal-hazırda. Standart olması üçün mən nə etməliyəm? Bu 15-i necə yazmalıyam? 1 onda 5 vur 10 kimi yazmalıyam. Bir də 10 üstü 15-i unutmayaq. Yəni, AB hasil olacaq 1 onda 5 vurulsun 10 üstü. Bunun üstündə 1 var axı. Bu 1 ilə 15 toplanar, birbaşa mənə bunu verəcək. İndi tərtib rahat şəkildə görünür ki, 16-dır. Cavab olacaq 16. Tərtib uşaqlar nədir? Onun üstündə durana deyirlər. Qiymətli hissə isə qabaqda durana deyirlər. Əgər qiymətli hissə soruşulsaydı, cavab 1 onda 5 olardı. Və yadda saxlayın ki, qiymətli hissə həmişə 1 ilə 10 arasında olmalıdır. Ona görə biz bunu çevirdik. Daha sonra 17-ci sual. Keçək növbəti səhifəyə. Nə verilib bizə? Hə, bu sualda, bilmirəm, bu sualda desin, yox. Bu PDF-də bəzi
çapda tam düşmeyen suallar var mı? Deyirəm, bu onlardan deyil. Deyir, qrafikdə ay ərzində kitab mağazasında satılan fizika, kimya, tarix və biologiya dərsliklərinin diaqramı verilib. Satılan kitabların neçə faizi kimya dərsliyidir? Demək, sayılar verilib. Əslində burada oxuların yanında göstərməlidirlər ki, məsələn, burada fənlərin adı, kitabların adı, burada isə sayı verilməlidir. Dolar yazılmıyıb bizdə, ev yox. Daha amatörcə qrafik çəkiblər, onu demək istəyirəm. Mən burada qeyd edirəm uşaqlar, daha rahat görünsün deyə. Fizika 25 dənə imiş. Kimya 120 dənə imiş. Nə gözəl gördüm. Sonra tarix var. Tarix 100 dənədir. Son olaraq biologiya var. O da 55 dənədir. İndi baxaq nəyə? Bunların cəminə baxaq uşaqlar. Cəmi nədir? 55 ilə 25-in cəmi 80. Bu da olacaq 120, 200 verəcək bizə. Cəmi olacaq 300 kitab. İndi deyir ki, 300-dən nə qədəri kimyadır? Kimya uşaqlar 120 idi də. Yəni 300 dənə kitabdan 120 dənəsi kimyadır. İndi bunun faiz nə istədiyinə görə 100%-ə vuraq. 100% ilə 300 gedərsə aşağıda qalar 3. 120-ni də 3-ə bölüb cavabı 40% alarıq. Cavab oldu 40%. 18-ci sualda nə deyir? Deyir ki, bu 280 olarsa B-ni tapın. Demək uşaqlar nədir məsələn? Diqqətlə fikir verin, 3 dənə düz xətti kəsişdiriblər. Burada təbii ki, qarşılıqlı qonşu bucaqlar yaranıb və başlayırıq. Əgər bu bucaq A-dırsa, onda onun qarşısında olan bucaq da A olmalıdır. Çünki qarşılıqlı bucaqlarda. Və yaxud da bura əgər B-dirsə, onun qarşısında olan bucaq da B olmalıdır. Və son olaraq C və C-nin qarşısında duranlar bir-birinə bərabər olmalıdır. İndi məsələ nədən ibarətdir? Burada nə görürəm? Hamısını toplasam. A-dan 2 dənədir, B-dən 2 dənədir, C-dən 2 dənədir. Ona görə yazıram ki, 2A, 2B, 2C cəmi tam bucağa, yəni 360 dərəcəyə bərabər olmalıdır. 2 mötərizə xaricdən çıxarsaq və hər tərəf 2-yə ixtisar aparsaq, alarıq ki, ABC cəmi 180 dərəcədir. Digər tərəfdən nə görürəm? Görürəm ki, burada belə bir şey verilib. Uşaqlar, burada verilən şey mən direkt altına yazmaq istəyirəm əslində. Çox üsul var, onlardan ən rahatı nədir? Əslində heç ixtisar eləmədən də olardı. Baxın, heç bu prosesə girmədən də bunlarla da yazmaq olardı. Verilənlər çünki çox rahatdır. Bunların ikisindən istifadə eləmək olar. Baxın, tərəf-tərəfə çıxaq. Tərəf-tərəfə niyə çıxıram? 2A-lar da geçsin, 2C-lər də geçsin ona görə. 2B-dən B çıxanda bərabər olmalıdır 360 çıx 280-ə. Yəni B bərabər olmalıdır 80 dərəcəyə. Məndən də elə B-ni istəyir deyə cavab olur 80 dərəcə. Burada veriləndən asılı olaraq, yəni işlər görmək olar. Orada ABC-nin cəminin 180 olması çox da vacib deyil, bizim üçün lazım olmadı. Gəldi uşaqlar növbəti suallarımıza, həlli tələb olunanlara. Deyir ki, A, B paraleldir. X-i tap. Lap yaxşı. Uşaqlar, biz bu suallardan danışmışdıq da, zigzag suallardan. Əslində çox üsullar vardı. Mən sizə deyirdim ki, hamısı mahiyyəti eynidir. Baxın, burada tam bucaq yaranmalıdır normalda. Əgər bu tərəfi bizə verilən hissəsi 290-dırsa, demək ki, onun içəri qalan bucağı necə tapılar? 360-dan 290 çıxaram, olar 70 dərəcə. Demək ki, buraya 70 dərəcəymiş. Okey. Və zigzag qaydamıza görə uşaqlar biz deyirik ki, iki paralel düz xəttin ortasında nə qədər zigzag olursa olsun, nə qədər olursa olsun və yaxud da bir dənə də ola bilər raket tipli suallar. Yadınıza gəlirsə, sizə dedim ki, karandaş oxşuyur ucu, fikir verin. Belə bir ucu qoysa karandaş oxşuyur. Deyirdik ki, bu karandaşın ucu bərabər olmalıydı bunların cəminə. Yəni deyir ki, buraya yazıram X, buraya yazıram AB. Deyirdik ki, X bərabər olmalıdır A ilə B-nin. Üzr istəyirəm, A-nın B-ni düz yerə yazmadım. A-nın B-nin cəminə. İndi burada da eyni şəkildə yazırsan ki, 70 bərabər olmalıdır 40 ilə X-in cəmindən. Rahat şəkildə buradan X-i 30 dərəcə tapırsan. Təbii ki, imtahanda deyir ki, ətraflı sual olaraq düşübsə, sən orada müəyyən cümlələrdən də istifadə eləməlisən. Deməlisən ki, xətti uzada bilərsən əsaslandırmaq üçün. Deyə bilərsən ki, daxili çarpaz bucağa görə bura 40-dır. Aydın məsələ ki, 3 bucağın 2 daxili bucağın cəmi ona qonşu olmayan xariciyə bərabər. Çünki burada 3 bucaq yarandı ona görə. Yəni, müəyyən izahlarla da verə bilərsiniz. Necə istəyirsə əsaslandıra bilərsiniz.
Həlli önemli olan odur ki, aydın şəkildə yazmaq. Bu vacibdir. Daha sonra bu sual çox sevir bu sual uşaqlar. Demək, OK şurası AOB bucağının təmböləndir. Lap yaxşı. Və daha sonra deyir ki, AOB bucağı özü 148. Yəni bütöv 148 ise uşaqlar yarı-yarı böləndə hərəsinə 74 düşəcək. Düzdür? Daha sonra deyir ki, AOK isə buna bərabər. Uşaqlar AOK 74-dür də, düzdür? Demək 74 bərabərdir. Həmin o 6-da 1x üstəgəl 30 dərəcə yaza bilərəm. Şimdi burada 6'da 1x nəyə bərabər olur? 44 dərəcəyə bərabər olur. X'i də tapanda 44'ü 6'ya vuraram. 264 dərəcə eləyər. İndi məsələ nədən ibarətdir? Davamı var hələ. Deyir ki, KOB də buna bərabərdir. KOB nədir? Bəs KOB də elə 74'dür də. Onda yazıram 74 bərabərdir. 2y üstəgəl 12'də 1x. Demək. Ne olur? Olur. Dərəcədən üstün yazmam. İndi uşaqlar 74 dərəcə bərabərdir. 2y qalsın. Amma 12'də 1 x'in yerinə nə yazıram? 12'də 1 vur. Artıq x'i 264 dərəcə olduğunu bilirəm axı. 11 eləyir də, düzdür? Yoxsa bir dəqiqə 22 eləyir də. Çünki 2'yə bölmək lazımdır. 44 2'yə bölündə 22. Olacaq belə bir şey. 74 dərəcə bərabərdir. 2y üstəgəl 22 dərəcə. 2y bərabər olacaq 52 dərəcəyə. Y də olacaq 26 dərəcə. Məndən də x, y fərqini istəyirdi. Yəni x çıx y bərabərdir. 264 dərəcə çıx 26 dərəcə. Nə olacaq? 238 dərəcə olacaq. Cavab olur 238 dərəcə. Sonra baxırıq 21-ci suala. Nə deyir? 21-ci sualda. Deyir ki, bu olarsa MN-cəmin ən kiçik qiymətini tapın. Aha. Verilən kəsir ümumiyyətlə uşaqlar dövrü kəsirdi. Necə dövrü kəsirdi? Qarışıq dövranlı kəsirdi. Və o çevriləndə necə çevrilirdi? Kəsir xətti çəkirdi. Mötərizənin içindəki ədədin rəqəmlərin sayı qədər 9 yazırdıq. Yəni bir dənə 9. Arada qalan vergüllə mötərizə arasında qalan ədədin rəqəmlərin sayı qədər 0 yazırdıq. Yəni bir dənə 0. Daha sonra sürətdə yazırdıq. Vergüldən sonra gördüyümüz ədədi, yəni 26'nı çıxırdıq arada qalanı, yəni 2'ni. Bərabərdir m bölün. Yəni 90'da 24 bərabər m böl n. Uşaqlar, burada m'in cəminin kiçik olması üçün gərək toplananların hər ikisi, yəni həm m, həm n, hər ikisi gərək ən kiçik olsun. Bunun üçün də m'ni nə etmək lazımdır? Burada gördüyünüz şəkildə ixtisar eləmək lazımdır. Demək, nəyə ixtisar aparaq? 6'ya gedir. 90'dır bu, hə. 90 nə güzəlmişim. Nəyə ixtisar aparaq? 6 yaparaq da elə 15 4 belə olsun. Olsun m bölün bərabərdir. 15'də 4. İndi uyğun olaraq m 4 olur. N də 15 olur da. Rahat şəkildə m'in cəmini nə tapırıq? 4 üstəgəl 15, yəni 19 tapırıq. Davam eləyək 22-ci sualına. Deyir ki, 2a üstəgəl 1 və 2a üstəgəl 3'ün əbabu bu imiş. Demək uşaqlar, bu ədədlərə baxanda biz görürük ki, bunlar ardıcıl tək ədədlərdirlər, düzdür? Yazıram, ardıcıl tək ədədlər. İndi ardıcıl tək ədədlər biz bilirik ki, qarşılıqlı sadə idi. Qarşılıqlı sadə ədədlərində əbabu 1 olmalıdır. Yəni, burada gördüyünüz, bərabərin sol tərəfində gördüyünüz ifadənin yerinə 1 yazıram. Bərabər 5 açıq 29. Nə olur? Demək, burada 5a'nı 30 alırıq, onda a 6 olur. İndi, məndən istənilir əkob 3a üstəgəl 2 ilə 12 açıq 2. Onda yazaq. Əkob 3a üstəgəl 2 a'nın yerinə 6 qoyanda nə eləyəcək? 18'in 2 gəlir 20 eləyir. 12 çıx 2 nədir bəs? 12 açıq 2. Demək, a'nın yerinə 6 qoysaq 70 eləyəcək. Yəni 20 ilə 70'in əkobunu tapmalıyıq. Biz bilirik ki, uşaqlar burada 20'ni 2 vur. 10 kimi yazma olur. 70'i isə 7 vur 10 kimi yazma olur. Hər ikisində 10 vuruq olduğu üçün 10 qarşıya çıxar və əkob 2 7 yaza bilərik.
2 ilə 7-nin də əkobu qarşılığı sadə olduğuna görə onların hasilinə bərabərdir. Yəni 14-ə bərabərdir. Cavab da olacaq 140. Şifahi şəkildə də bilmək olur, amma mən yenə də yazdım. Burada yazan adam kim imişsə, düzgün hesablamayıb, bura 10 yazıb. 10 hesabladığı üçün cavabı yekunda 70 alıb, amma əksinə 140 yazmalıydı. Baxaq 23-cü sualda. Şöyle 23-cü sualda əslində bu sual da səhv eləmirəmsə tam şəkildə rəylərdən başa düşmək olmur. Yəni biz yenə də təxmini şəkər suyunun hansının olduğunu təxmin eləyək. Çünki dəqiq deyə bilməyəcəyik. Məsələn, hər halda ki, belə böyük ehtimalla düşünürəm, bir qabda yəqin ki, şəkər miqdarı daha az olar deyə düşünürəm. Ona görə də boz olan rəngləri şəkər qəbul edirəm. Dediyim kimi əslində təxmini bir izahdır bu, çünki tam görmək olmur bu hissədən. Digərləri isə sudur uşaqlar. Su. İndi başlayaq. Deyir ki, diaqramda hər bir qabda su və şəkərin miqdarı verilmişdir. Hər üç qabı qarışdırdıqda əmələ gələn məhlulda neçə faiz şəkər olar? Uşaqlar, bunların üçünü də qarışdırıramsa, mənim hər üçündə ayrı-ayrı nə qədər maddə var, bunu tapmalıyam. Birinci qabımda 20 şəkər var, 40 su var. Cəmi 60. İkinci qabımda 10 şəkər var, 30 su. Cəmi 40. Üçüncü qabımda isə 40 şəkər var, 60 su. Yəni cəmi 100. Uşaqlar, indi ümumi həmişə biz bilirdik ki, məxrəcdə olurdu. Şəkər isə sürətdə olur və ya duz da ola bilərdi şəkər yeni. Və bunu vururduq 100%. İndi başlayaq. Ümumimiz nə oldu? 60, 40 və 100-ün cəmi. Çünki 3 dənə qab var, ona görə üçünü də toplayıram. Şəkərlər sadəcə toplayacaq. 20 ilə 10-u, bir də burada 40-ı toplayacaq. Yazıram 20, 10 və 40-ı toplayırıq və bunu yekunda 100%-ə vuracaq. Çünki məndən neçə faiz şəkər var deyə soruşur, faizlə soruşur. İndi nə olur? Olur 70 sürətdə. Məxrəcdə isə olur 200. Nə gözəl 200 yazdım. Bunu 100%-ə vuraq uşaqlar. 100 ilə 200 ixtisar gedərsə 35% almış olarıq. Cavab olur 35%. Bizim məhlumumuz var. Növbəti 24-cü suala baxaq. Deyir ki, riyaziyyatçıların sayı kimyaçıların sayından 2 dəfə çox imiş. Laf yaxşı. Riyaziyyatçılar haradadır? Uşaqlar, riyaziyyatçıların sayı deyəndə nə başa düşürük? Burada riyaziyyat dairəsində olan hər şey nəzərdə tutulur. Yəni riyaziyyatçılar uşaqlar A, 23, 13, bir də 10. Bunların üçün cəmidir. Kimyaçılar bəs nədir? Kimyaçılar isə 2, 23, 10, 8. Bunların cəmidir. Yazıram bura. 2, 8, 10 və 23. Eləyir, nə eləyir? 10 bu, 10 bu, 20, 43. Demək uşaqlar, əgər riyaziyyatçıların sayı, bunu biraz daha gözəlləşdirək, toplayaq. Demək 46-da düzdür. Əgər riyaziyyatçıların sayı kimyaçıların sayından 2 dəfə çox idisə, demək, bu arada 46 plusa. Riyaziyyatçılar bərabərdir, kimyaçılar vurulsun 2. Burada 46 üstə gəl A bərabər olur 86-ya. A-nı tapırıq 40. Yaxşı, məndən nə istəyir? Fizikaçılar və kimyaçılar isə birlikdə 93 nəfərdirlər. Fizika ilə kimyalar. Laf yaxşı. Fizikaya baxaq bir dənə uşaqlar. Fizika dairəsinə baxırıq. 13, 10, 8 və B-ni toplayırıq. 13, 10, 8 və B-ni toplayırıq. 31 plus B eləyir də, düzdür? 31 plus B. Əgər fizikaçılarla kimyaçılar, yəni 43 nəfər, birlikdə 93-dürsə, demək burada 31 plus B 50 imiş. B-yə də buradan 19 qalır. Məndən də A, B cəmi istənilirdi uşaqlar. Demək 40 ilə 19-u toplayaram. Cavab olar 59. Sualın cavabı 59-dur. Əslində çətin sual deyildi. Son sualımıza baxaq. Demək 25-ci sual bizə nə deyir? Deyir cəmi hesabla. Baxaq. Demək əslində uşaqlar burada nəyi hiss eləməliyik? Məxrəcdəki hasilləri parçalamalıyıq. Yəni 6-nı mən 2 vur 3 kimi yaza bilərəm. 12-ni 3 vur 4 kimi yaza bilərəm. 20-ni 4 vur 5 kimi yaza bilərəm. 30-u 5 vur 6 kimi yaza bilərəm. Uşaqlar bəzən deyir ki, məsələn 3 vur 10 kimi niyə yazmırıq? Çünki sən əvvəlki ilə əlaqələndirməlisən.
Son olaraq 42-ni də 6 vur 7 kimi yazıram. Uşaqlar biz deyirdik ki, belə kəsirlərdə həmişə nəyə fikir veririk? Birinci kəsirin sol tərəfi ilə sonuncu kəsirin sağ tərəfini bir-birindən çıxırıq və məxrəcdəki vurğuların arasında olan fərqə bölürük. Bizdə hər birisində 1 vaxt fərq var deyə fikir verin. Ona görə bunu 1-ə böləndə zaten bir şey dəyişməyəcək. Ortaq məxrəc elə olur 14. Bunu 7-yə vurmalıyam, bunu 2-yə vurmalıyam. 7-dən də 2 çıxanda 5. Cavab olacaq 14-də 5. Hə, bir də ki, uşaqlar heç vaxt burada toplamalar yerinə çıxma görməyəcəksiniz. Yəni ki, həmişə toplama olur. Bu qədər uşaqlar. Bu videoda sadəcə birinci sınağın izahını verdim. İnşallah yaxın zamanda, yaxın günlər ərzində inşallah növbəti sınaqlar da gələcək vaxt olduqca.